Double kill. Hoş gördük, əziz kinoklub sevərlər. 25 əsrdən artıqdır ki, dünyanın müxtəlif ölkələrində müxtəlif cür yeni il qeyd olunur. Lakin müxtəlif cür qeyd olunsa da məqsəd eynidir. Yeni arzular, can sağlığı, yeni möcüzələr, yeni uğurlar. Ən əsası da odur ki, möcüzəli arzular bitib tükənmək bilmir. Ana televiziyamızda, yeni şənliklərində, elə kinoklubda cürbəcür maraqlı hadisələr olub, gülməcələr olub. Elə bu gün elə səmimi hər birimiz o hadisələr haqqında danışaq, gülək, şadlanaq. Birinci sözü, necə deyərlər, mən istərdim ki, böyük məmnuniyyətlə Gülşən xanım əyləşək. Bir Gülşən xanımı alqışlayın, xahiş edirəm. Bax. Respublikanın əməkdar artisti. Buyurun, Gülşən Əkbərova. Təşəkkür edirəm İlham müəllim. İlk dəfədir ki, mən bu verilişdə iştirak edirəm. Baxmayaraq ki, veriliş ötən əsrin 90-cı illərində fəaliyyətə başlayıb və böyük populyarlıq qazanıb və onun, belə deyərdim, daim müntəzəm izləyənlərdən biri də mən olmuşam tamaşaçı kimi. Və arzu edirəm ki, bu verilişin ömrü daha da uzun olsun. Xatirələrə gəlincə, istəyirəm sizə Azərbaycan televiziyasının ilk mavi işığı haqqında danışım. Azərbaycan televiziyasında göstərilən ilk mavi işıq 1967-ci ilə təsadüf edir. Bu verilişin quruluşçu rejissoru, bizim çox hörmətli, qocaman rejissorumuz, Azərbaycan televiziyasının təməlini qoyanlardan, onun qurucularından biri olan Rauf Kazımovski idi. Verilişin, belə deyim, iki aparıcısı var idi. 22 yaşlı Azərbaycan Dövlət Dram Teatrına yenicə gəlmiş aktrisa, hələ çox tanınmamış, belə deyərdim, Amalia Pənahova və 25 yaşlı gənc Müslüm Maqamayev. Sovet dönəmi olduğundan bu veriliş həm Azərbaycan, həm Rus dilində, yəni iki dildə aparılırdı. Mən orada belə bir fragment var idi ki, şəhərimizin qonağı idi, gastrola gəlmişdi, tanınmış müğənni, eseri, xalq artisti Georgi Ots. Onu dəvət eləmişlər verilişə və gəldi, gözəl lirik bariton səsi vardı onun, bir mahnı oxudu və mahnıdan sonra üzündə Müslüm Maqamayeva tutdu, dedi ki, Müslümçik, Rusça ondan soruşdu ki, necə olur ki, siz Bakılılar Bakının belə qızmar istisində isti çay içirsiniz. Müslüm Maqamayev gülümsədi və orada da bir hazır cavablık nümayiş etdirdi. Dedi, bəs necə olur ki, Moskvanın o şiddətli şaxtasında siz dondurma yeyirsiniz? Və bu bir gülüşə səbəb oldu. İştirakçılar bunu çox gözəl qarşıladılar. Həqiqətən və sonra xatırlayıram ki, belə balaca bir kutuda bizim armudu stəkanlar, belə suvenir kimi onu hədiyyə elədi Georgi Ots'a. Dedi ki, bundan sonra sən çayı bizim armudu stəkanlarda içərsən. Zeynəb xanımı xatırlayıram. Zeynəb xanımın çox gözəl, yaraşıqlı bir kostyumu var idi. Yaxalığı qara parçadan idi, zərlərlə idi. Amma kostyum özü ağ idi. Yəni həmişəki kimi möhtəşəm çıxışını eləyəndən sonra məclisə bizim çox sevimli, estradamızın ulduzu olan Mirzə Babayev gəldi. Çayçı görkəmində, qolunda çay dəsmalı, əlində də bir çaydan. Bu mahnı oxuya-oxuya, çay sözün mahnısını oxuya-oxuya deməli məclisə daxil oldu.
Və tamam başqa bir möcüzə yarandı. Yəni mahnının təsiri ilə xoş bir əhval, tam başqa bir rəng qatdı da məclisə. Mahnının son kupletləri bir qədər məsələ mahnıdır bu. Yəni bilinir ki, sən demə çaya, çayçının əhvalı pis olub, o çayı tökən. Çaşıb çay əvəzinə konyak töküb. Məzəli bunu çox gözəl təqdim elədi. Amma bu mahnının da mən deyərdim ki, yaranma səbəbi var. Mahnının məzmununun. Əlağa Vahidin hər il yubileyi keçirilirdi Məşdağanın orta məktəbində. O məktəbin direktoru da Məmməd Nuroğlu idi. Növbəti görüşə dəvət eləyir yazıcı Salam Qədirzadəni, şair Qabili və bizim çox tanınmış dramaturqumuz, şair, yazıcı Seyfəddin Dağlını. Bunlar görüşə gəlirlər, təsəvvürlə məktəbin bütün kollektivi, müəllimlər, şagirdlər oturublar zalda. Bunları rəyasət heyətinə keçirdirlər. Bunlar əyləşirlər, məclis başlayır. Fevralın 17-si Əlağa Vahidin doğum günü idi. Qar yağır, soyuq. Və Seyfəddin Dağlı o iclasın gedişində üzünü tutur məktəbin direktoruna, deyir, ay Məmməd müəllim, soyuqdur, biz üşüyürük. Bir tədbir gör. Gəl yekunlaşdıraq da, bu tədbiri biraz tez qutarsın. Deyir, narahat olma. Arkada sizin üçün bir süfrə açmışıq. Məclis qutaran kimi, yəni burada tədbir. Orada oturub yeyib içəcəksiniz siz. Bu cavab vermir. Biraz keçir Qabil deyir, əş belə olmaz axı, biz dahi donduq, öldük soyuqdan. Gətirib çay qoyurlar. Çaydakı soyuqdur da, orada soyuqdur. Tez soyuyur çaylar. Deyir ki, bu çaydan bizi bir xeyri yoxdur. Biz qızışmaq istəyirik, bir tədbir gör. Bir neyini bura araq gətirib, məktəb direktoru soruşur. Seyfəddin Dağlı o dəqiqə deyir, araq niyə? Sən konyakı tök çaydana, tök gəl, tök mənlə Qabilin stəkanlarına. Çaydan fərqi yoxdur, rəngləri eynidir. Kim nə biləcək ki, o çaydır ya konyakdır. İçək biraz qızışaq. Qalır belə nailac, deyir da qonaqlardır da, bunların arzuları yerinə yetirim. Gətirir o çaydanı gətirir, bunlara süzür və bunlar içirlər. Deməli, bunlar bu çayı içdiyi müddətdə Salam Qədirzadə tribunada çıxış eləyirmiş. Bu eləyir çıxışını, gəlir təzə rəyasət heyətində oturur. Deyir, ay Məmməd müəllim, bayaqdan fikir verirəm, o stəkanlardakı nə idi? Dedi, nə idi? Çay. Deyir, valla dədə-babadan görmüşük ki, çayı içəndə əvvəl qəndi ağzına qoyursan, sonra o çayı, isti çayı qurtum-qurtum yavaş-yavaş içirsən. Amma deyir, Seyfəddinlə Qabil bunu birbaşa çəkdilər başlarına, axırda da qənddən götürüb dişlədilər. Ki, burada məsələ aydın olur və bu məzəli belə deyək də, bu əhvalat mahnıya çevrilir. Seyfəddin Dağlı, Cahangir Cahangirov və Mirzə Babayevin belə deyək tendemində, onların yaradıcılıq birliyində gözəl bir mahnı yaranır. Və bugünə qədər də o mahnı dillər əzbəridir, gənclərimizin repertuarından düşmür. Gülşən xanım, elə sizin bu gözəl təklifinizi burada kinoklub iştirakçıları ilə biz inkişaf elətdirərik. İcazə verirsiniz də Allah. Gəlin Gülşən xanımı alışlayaq. Çox sağ olun. Qədəhlərə çay süzün. Sözləri Seyfəddin Dağlının, musiqisi Cahangir Cahangirovundur. Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi. Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi. Yuxarı başa tez keçin oturun yeyin için. Yuxarı başa tez keçin oturun yeyin için. Tez düzün qədəhləri, tez düzün. Çay düzün ay qədəhlərə, çay düzün. Tez düzün qədəhləri, tez düzün. Çay düzün ay qədəhlərə, çay düzün. Aman onu geçti. Ahvalımız çok değişti. Çayçımız vurup başa yakmış, çaylıktaki konyakımız. Çayçımız vurup başa yakmış, çaylıktaki konyakımız. Ay tez düzün qədəhləri, tez düzün. Çay sizin ay qədəhlərə, çay sizin. Tez düzün qədəhləri, tez düzün. Çay sizin ay qədəhlərə, çay sizin. Ay tez düzün qədəhləri, tez düzün. Çay sizin ay qədəhlərə, çay sizin. Tez düzün qədəhləri, tez düzün. Qədəhlərə çay sizin. Əziz kinoklubçular, məndən sağ tərəfdə məzəli söhbətləri ilə həmişə bizim verilişləri rövnəqləndirən Cəfər Namiq Kamal əyləşib. Onun bugün yeni il ərəfəsində
xoş sözlərlə əlavə maraqlı əhvalatlar danışmaq həvəsi var. Bizdə mən keçim orada. Buyur. Dalqışlayın da səhnəyə keçin. Mən yazıçı dramaturq Əhməd Orucaoğlu'nun bir monoloqunu istəyirdim deyim bu. Mənə hər yerdə alladırlar. Küçədə alladırlar. İşdə alladırlar. Evdə də alladırlar da məni. Bilirsiniz niyə? Çünki mən insanlara inanıram. Onlar da mənə alladırlar. Mən elə cavanlıqdan bəliyəm. Cavan vaxtlarımdır. Bir də xalam vardı, dəldi bizə. Baxdı mənə. Sonra birdən qeyddə, davay səni evləndirəyək. Dedim, əcəb, nə yaxşı? Evləndirin də. Bir də qız dörsətdilər mənə. Biz onlara detdik, onlar bizə dəldilər. Bir gün dillər uca toyunda, nə yaxşı? Siz də mənə bağışlayın. Gecə qalxaram mən bunun yanına. Baxıram, görürəm, çox qıza oxşamır. Dedim, ağa sən kimsən belə? Deyim, onun böyük basıyam. Əcəb, təzə moddur bu. Balaca qızı göstərirlər, böyüyün verirlər. Kim öyle qurdu düzəltdi? Deyir, anam, təzə gəlin eləmə tənbəllik. Nəsə vurdu başıma, hoşumu itirdim də. Gözümü açmışam, görürəm yengə, yekə gövdəsi ilə dayanıb çarpayın yanında. Mənə deyir, nə olub ədə? Deyirəm, nə olacaq? Hal qəziyə belə. Yengə yekə gövdəsini qoydu, çarpayın qırağına oturdu. Fikirləşdi, mənə belə qayıtdı, dedi ki, sən belə eləcəksən, qıza toxunma. Gedib o birisi bacısını gətirirəm, qızları dəyişdirəcəyəm. İnanıram da, indi uzanmışıq belə, gözləyirik. Bir gün gözlədik, gəlmədi. 2 gün gəlmədi, 3 gün. Gəlmir də bu. İlham, sən neyini yerdin? Mən heç nə eləməzdim. Mən elədim, qırdım, işığı söndürdüm. 3 dənə qızımız oldu. Hər dəfə gedirəm doğum öyünə, mənə deyirlər, muştuluğu bir oğlun olub, muştuluğu bir oğlun olub, gətirəm öyü görəm deyiz. Deyirəm, pığımı qaytarın da, deyib buralarda ol. Bizim işte bir meskomumuz var, adı Elxan'dır. Yaxşı oğlandı, tanıyırsınız. Gülür elə, həmişə gülür. Mənə qayıtdı, bilsən nə olub? Deyirəm, nə olub Elxan? Deyib, bizdə injiner vardı ya, o rəhmətə gedib, nə pis oldu? Neyini yeyik? Deyib, pığ yığırıq, nə qədər? Deyib, 50 manat. Əcib, 50 manat? Verdim. Birinci işe gelmişim, görəm mühendis məndən qabaq gəlib. Deyəm, Elxan, pığımı qaytar da, deyib, buralarda oldu. Də öləndə səndən pul almayacaq. Bir daha deyib, pütovkan var, domotluğa. Verim sənə, ged istirahət eləginə. İnanıram da, götürdüm pütovkanı, getdim domotluğa. Allah haqqı, domunu gördüm, odluğun görmədim mən o. Səhər verirlər şirin çay, pendir çörək. Detdi əbədə. Əbəddə noxud supu, axşam vəziyyət gərginləşir. Qaçdım oradan. Bir dənə qonşumuz var. O öndəldi bizə ki, $3000 vergilən öyümü satıram, qaytaracağım. Arvad deyir, vermə, qaytarmayacaq. Deyirəm, ay arvad, sən necə insansan? 30 illik qonşumdur, necə qaytarmayacaq? Verdim. O da kişi kimi gətirdi, $3000 verdi. Üstündə də bir kutu şokolad verdi mənə. Deyirəm, görsən arvad, insanlara inanmaq lazımdır. Üstündən bir müddət keçdi. Apardım dollarları bayda manata çörüm. Pul lazım idi da. Bayda dedilər, bu dollarlar hamısı saxtadır. Bir kutu şokolad mənə $3000 gəlib düşdü. Xəstələndim, halım pisləşdi. Getdim həkimə. Həkim mənə qulaq astı, deyir, oy. Dedim, nə olub ki? Deyir, sənə apendisimi kəsmək lazımdır. İnanıram da, yıxdı yerə məni, apendisimi kəsdi, 2000 manatımı da aldı. Sonra yadıma düşüb ki, mən apendisimi
20 il bundan qabaq kesip çıkarttırmıştı bakın. Deyirəm görəsən doktor mənim neyimi kesip çıkarttı. Şimdi bay gəlmişik bura, mənə dillər yaxşı çıxış elə, sənə qanarar verəcək. Deyirəm görəsən verəcəklər. Yoxsa bunlar da alladacaqlar bəni. İnsanlara inanmaq lazımdır. İnan gitti ya, dünya dağlar, məhv olar. Cəfər Nabi Kemal məclisi şən başladı. Elə bu cür də davam eləməliyik. Düzdür. Başlayın elə. Kızımız bu özü seçsin de. Bir dakika, bir dakika. Emin, sen burada satıcı diyorsun. He? Ben satıcıyım. Onda böyle yanlış anket doldurma yine de burada da. Başa düştü. Görürsünüz ki, Yasin Qarayev əzizimiz əyləşib. Onun da gözəl sərgüzəştləri olub. Buyur gəlin Yasin bəy. Bir yarım əsrdir ki, mən teatrda işləyirəm və buranın bütün verilişlərində, bizim Azərbaycan televiziyasının bütün verilişlərində həmişə iştirak eləmişəm və həmçinin kinoklubda. Evdə şəkillərə baxırdım, 2 şəkil tapmışam. Çox dəyərli şəkildir və burada bu şəkildə Telman Əliyev, burada isə Telman Adgözəlov, Məbud müəllim və Tofiq Hüseynov. Lerikdə çəkdirmişik biz bu şəkili. Lerik 2007-ci il istirahət mərkəzi var, biz orada olduq. Deməli, axşamüstü çəkiliş olmalıdır və biz şam yeməyinə oturmuşuq. Stollar bəzənib, yemək, içmək, hər şey var. Tofiq rəhmətli dedi ki, Yasin, hava soyuqdur, bəlkə 50-50 biz arağı çək. Dedim, necə deyirsən, içək də. Süzdük, bir de gördüm o birisi stoldan Telman rəhmətli Adgözəlov gəldi, qulağıma dedi ki, içməyək. Deyirəm, niyə? Dedi ki, Etibar müəllim deyir ki, qoy çəkiliş olsun, çəkilişdən sonra bizə qonaqlıq verəcəklər. Dedim, yaxşı. Durdum ayağa, əlimdə həmin o araq badəsi, getdim bunların stoluna yaxınlaşdım. Bu da görəm tərs-tərs baxır mənim üzümə ki, adam göndərmişəm, mən bundan xahiş eləmişəm, yekə kişidir, belə araqla gəlir. Dedim, Etibar müəllim, istəyirsiniz məni bu verilişdən çıxardın, mən bu arağı içəcəm. Gördüm, Məbud məndən qabaq durdu ayağa, dedi, ay gəl çıx da. 30'dun, sən canımı qoymuşsan, dünən gələnə hinduşkar oluverib. Sənə... O ne senaryo, oxumusan o senaryosunu. İyid, pişik, sıçan. Oğlum mən ölüm o tiyatroda Это какой-то зоопарк, Elə zooparkın müdürü olmalıdır. Mabud bizim ilk kinoklub üzvlərindən biridir. Amma Mabudun daha başqa məzəli əhvalatlar yadındadır. Buyur Mabud. Çox sağ olun. Yasin belə xatirələr söylədi. Mənim də yadıma gəlir ki, o zaman biz Lerikə gedəndə gecə idi. Deməli, mənim teatrda tamaşam var idi. Telmanın da hardasa çıxışı var idi, Telman Adgözəlovun. Lalə xanım da bizlə, həmin onun da hardasa onun çıxışı var idi. Bu gecə ilə demək olar ki, saat 11 idi gecə. Telman gəldi öz maşını ilə hərəmizi başqa-başqa ayrı-ayrı yerlərdən götürüb, biz də gecə ilə düşmüşük yola. Gəlirik bu kinoklubu çəkməyə. Telman da oturub qabaqda bizə deyir ki, piçenik yiyirsiniz. Piçenik. Deyirəm, piçenik də yiyirik, yaşır da yiyirik. Lalə xanımla bu piçeniki biz Lerikə qədər yiyə-yiyə gəldik. Axırda gəlmişik saat 4'dür səhər, heç kəs yoxdur. Boşum güc bəlayla nömrələrimizə düşmüşük də, bizə xəbər vermişdilər ki, kim harada qalır. Qaldıq, çox gözəl bir zaman idi, çox gözəl bir verişlər çəkirdik yeni il. Mən də ona görə istəyirəm hamımıza, bütün bizim Azərbaycan xalqımıza ilk növbədə bu yeni ildə can sağlığı arzu edirəm. Öz xoş arzularımı göndərirəm, yetirirəm, təbrik eləyirəm və mən həmişə tradisiya olaraq can sağlığı hamıya arzu eləyirəm. Amma bu səfər, bu il, deməli, gedən il
ilan ilidir. Gədən basan il at ilidir də. Bəli. Mən arzu edirəm ki, hamıda ilan müdriki olsun və at canı olsun. Bu kinoklubun adət ənənəsi idi. Yəni ki, yeni bir kinokluba adamlar gəlirdi. İndi Mələk xanım bizim Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır. Birinci bizim verişimizdə iştirak eləyib. Mələk Abbaszadə əməkdar artistimiz. Bugün də nəhayət ki, bizim gözəl aktrisamız Həcər Ağayeva, əməkdar aktrisamız bugünkü verişə gəlib və mən onu təqdim eləyirəm. Çox gözəl sənətkardır, teatrın aparıcı bir aktrisadır və həmçində kinoda da çox böyük uğurla fəaliyyətini göstərir. Düz dedim? Məbud müəllim, dəyərli dostlar, əslində mən bugün çox xoşbəxtəm. Niyə? Çünki mən bir anlıq xatirələrimə qərq oldum. Bir zamanlar var idi, ekran qarşısında əyləşib bu verilişə tamaşa eləyirdim. Məbud müəllim, sizin çıxışlarınıza, Natalya Tagiyevanın çıxışlarına baxırdım məhz kinoklubda. Və heç ağlıma gələ bilməzdi ki, bir gün nə vaxtsa mən də kinoklubda bir qonaq kimi iştirak edəcəm. Təşəkkür edirəm hər kəsə dəvətə görə. Məbud müəllim, siz bugün məni xoşbəxt etdiniz. Təşəkkür eləyirəm. Təqdimatınıza görə çox sağ olun. Mənim yadıma düşdü ki, kinoklubların birində Əjdaha Eli idi. Deməli, həmin kinoklubda olub bu hadisə. Əjdaha Eli idi və Məbud bəy orada elə gözəl mahnı oxudu ki, o ilə aid. Ona görə mən xahiş eləyərdim, bəlkə o mahnını bir də təkrar eləyərdi bizim üçün. Bir balaca tərcümə eləyim bu mahnını. Yəni soyuqdur, bayır çox soyuqdur. Amma evin, ocağın istisi və yandakı olan insanların istisi səni qızdırır. Yəni sən bu istini hiss eləyirsən, amma qar yağır, qar yağır, qar yağır. Let snow. The weather outside is frightful, but the fire is so delightful. And since we've no place to go, let it snow, let it snow, let it snow. Man, it doesn't show signs of stopping, and I brought me some corn for popping. The lights are turned white and low. Let it snow, let it snow, let it snow. When we finally kiss goodnight, good night. I'll hate going out in the storm, but if you really hold me tight, all the way home I'll be warm, and the fire is slowly dying. And my dear, we're still goodbye. But as long as you love me so, let it snow, let it snow, let it snow. When we finally kiss goodnight, I'll hate going out in the storm, but if you really hold me tight, all the way home I'll be warm, and the fire
is slowly dying. And my dear, we're still goodbye. But as long as you love me so, let it snow, let it snow, let it snow. Let it snow, let it snow, let it snow, let it snow. Kinoklubun ilk verişlərini xatırlayıram. Yəni artıq bir neçə il keçəndən sonra bizə qonaq kimi, yox, həm də iştirakçı kimi gənc ifaçılar gəldi və onların arasında gözəl Lalə Məmmədova vardı. İlk mahnısı Məktəb illəri idi və bu mahnı əsl hitə çevrildi. Lakin kinoklubda gələndən sonra Lalə həm də gözəl danışıq qabiliyyəti ilə, bacarığı ilə, maraqlı hadisələri şərh eləməklə yadda qaldı. Çok teşekkürler Həmidə xanım, İlham müəllim. Ben bütün buradaki sənətkarların qarşısında hər zaman özümü birinci sinif şagirdi hesab edirəm. Və Allah rəhmət eləsin qəni-qəni. Etibar Babayev həqiqətən o baxımdan yeni istedadlara həmişə kinoklubda böyük sənətkarlarla yanaşı onlara da yer verirdi, onları da tanıdırdı. Və mən heç yadımdan çıxmaz, ilk dəfə məktəb illəri belə populyarlaşmışdı və mən dəvət aldım, bayaq Həcər xanım necə dediyi, efirdən baxdığım həmin o əlçatmaz gördüyüm insanların arasında o verilişə mən də dəvət alanda ilk dəfə o qədər həyəcanlı idim, amma heç yadımdan çıxmaz. Həmidə xanım siz, bax, bütün indi həmin o ərəfələrdə orada bizlə bir yerdə yəni iştirak edəndə elə məni öz doğmamız kimi öz aramıza aldınız, heç yadımdan çıxmaz. Mən bütün həyəcanım getdi, hətta belə yadımdadır ki, bütün səfərlərə haçan gedirdik, bir ailə kimi olmuşdur. Nə yaxşı ki, yenidən yığışmışıq və gözəl bir ərəfədə mən yenə də gəldim. Gün keçdi, an kimi görüşdük, yad etdik geçmişi, gençliği gün geçti. Havalimanında sonuncu elvida, uçup gittin benden sen çok uzaklara. Havalimanında kaldım tenhalıkta, kaldım senin arkanca ben baka baka. Yaksa da qar yağır, gözləyirik səni həsrətlə hər qış. Ömrümüzdən gəlir, keçsə də bir il, yenə gözləyirik səni yeni. Yeni il əssə də bərkilər, yağsa da qar yağış, gözləyirik səni həsrətlə hər qış. Ömrümüzdən gəlir, keçsə də bir il, yenə gözləyirik səni yeni. Hər yerin öz yeri, öz dəyəri var. Həm kədər, həm sevinc illərdə yaşar. Qoydan qısa bizdən uzaq dolaşsın, sevgilə saadət bizi yaşatsın, yaşatsın. Hər yerin öz yeri, öz dəyəri var. Həm kədər, həm sevinc illərdə yaşar. Qoydan qısa bizdən uzaq dolaşsın, sevgilə saadət bizi yaşatsın. Sevgilə saadət bizi yaşatsın. İlleri karşılayan min bir dilekler, arzulardan doğan arzu çin olsun. Sevilen şenlenen değey yürek
bizi yaşatsın. Sevgiyle saadet bizi yaşatsın. Bizi yaşatsın. Sevgiyle saadet bizi yaşatsın. Leyla xanım, çox təşəkkür edirik. Necə lazımdır alqışlayın, necə lazımdır alqışlayın. Hər belə söyle. İndi də Respublikanın xalq artisti Həqiqət Əskərzadə xanıma söz verib. Bayaq Gülşən dedi ki, 1967-ci ildə yeni il şənliyi olub Azərbaycan televiziyasında. Mən o vaxtlar bir il idi ki, Azərbaycan televiziyasına gəlmişdim və o verilişin tamaşaçısı kimi mən orada iştirak edirdim. Amma 1971-ci ildə 5 diktorumuz var idi. O vaxtlar yeni il şənliyinin aparılması bizə həvalə olunmuşdu. O yeni il şənliyində böyük sənətkarlar, tamaşaçıların istədiyi sənətkarlar, aktyorlarımız, müğənnilərimiz, ən qabaqcıl insanlar iştirak edirdilər. Mənim indi də yadımdadır, bir balaca o 71-ci ilin yeni il şənliyinə qayıtmaq istəyirəm. Yəni, orada Flora Kərimova, Şövkət xanım Mələkbərova, Sara Qədimova, bütün demək olar ki, Azərbaycan incəsənətinin qaymaqları iştirak edirdilər və bilirsiniz, onu da qeyd edim ki, həmin o veriliş canlı gedirdi. Orada heç bir səhv olmurdu. Bir çox yeni il şənliklərinin aparıcısı olmuşam. Ən yadımda qalanı böyük sənətkarımız, böyük dahi sənətkarımız Rəşid Behbudovun həmin o yeni il şənliyinə gəlişi oldu. Elə oldu ki, o verilişin aparıcıları xalq artistimiz Rasim Balayev və mən idim. Məhz Rəşid Beybutovu təqdim etmək mənə həvalə olunmuşdu. Mən heç onu canlı belə konsertini görməmişdim. Biz diktorlar çox xoşbəxt adamlarıq. Çünki Azərbaycanın bütün incəsənət adamlarını, bütün sənətkarlarını görmüşük. İndi o insanlar haqqında danışanda bizim xatirələrimiz yadımıza düşdü. Bizim havamızı çalın. Kinoklubun son vaxtları daimi üzvlərinin sayı artır və onlardan biri də Rus Dram Teatrının gözəl aktrisası Mələk Abbaszadədir. Buyur qızım. Teşekkür ederim davetiniz için.
Mən gəlmədən əvvəl bugün müxtəlif ölkələrin ənənələrini, yeni il ənənələrini sadəcə maraqdan belə gözdən keçirməyə başladım. Ən maraqlıları onların arasında mənə Yaponiya gəldi. Orada deməli yeni il son dəqiqələr bütün məbədlərdə 108 dəfə zəng çalır və insanlar bu 108 zəng çaldığı sürece bütün geçmiş ilde geçirdikleri pis hisler, sıkıntılar, bütün uğursuzluklarını arkada bırakır. O müddet içinde her şeyle vedalaşır. Japonlar o bir dakika içinde çalınan zəng içinde 12 tane üzüm dənəsi yiyirlər. Her dənə her ayın arzusudur. İtalyanlar simbolik olarak evden mütləq köyünə neyse atmalıdırlar. O da yani uğursuzluklarla belə bir şekilde vidalaşırlar. Mən dünya Azərbaycanlıların həmrəylik gününü təbrik eləyirəm və bizi arzulayıram ki, əlbəttə ki, hamımız insanlarıq və problemlərimiz var, sıkıntılarımız var. Onlarla vedalaşaraq, onlara teşekkür eləyib yola salaq. Çünkü onların sayesinde biz daha güçlü olmuşuq, daha böyümüşük. Necə gözəl və mehriban bir millət olaraq varıq. Həmişə ayaqda qalaq və gelecek nesiller, bizim nesiller bu xüsusiyyətlərimizi hər zaman qorusun və artırsın. Kinoklubda ilk dəfə sevimli aktyorumuz Rəhman Rəhmanov. Buyur. Çox sağ olun ki, məni kinokluba özünüz seçmişsiniz. Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı ərəfəsində mənim yadıma bayaqdan bizim burada hörmətli veteran diktor xanımlarımız əyləşib. Həqiqət xanım, Gülşən xanım. Onlar qoymaz mən yalan danışım. Çünki gənclik illəri mənim bu televiziyada keçib və bir söz deyim sizə. Bəlkə indi çox adamın yadında olmaz. Mavi işıqlarda, yeni il mavi işıqlarında ki 31-dən 1-nə keçən gün o mavi işıqlar gedirdi. O ənənə idi, böyük bir ənənə idi və biz orada çıxış eləyirdik. Mən özüm şəxsən İlham müəllimlə neçə mavi işıqlarda Mənlə də olub sən. Hə, sizlə də çıxışlarım olub. Yeni ili yada saldım. Çünki orada çox böyük sənətkarlar, Əliyağa Ağayev kimi sənətkarımız, Mirzə Babayev kimi sənətkarımız, Məlik Dadaşov kimi sənətkarımız, Hüseyin Ağa Sadıqov kimi sənətkarımız Şaxta Baba kimi bir rol alıb bütün xalqımızı təbrik eləyiblər o illərdə. Və onlardan sonra gələn nəsildə də ən gənc Şaxta Baba mən idim. Hətta Ofeliya xanım Sənani ilə bir yerdə, yəni mən Şaxta Baba idim, o da aparıcı idi. Uşaqlar üçün yeni il şənlikləri Azərbaycan televiziyasında olanda mən həmişə fəxr eləmişəm ki, bir Şaxta Baba kimi Hüseyin Ağa Sadıqovdan sonra mən onun tələbəsi olmuşam Şaxta Baba kimi, məni dəvət ediblər. Xoş əhval-ruhiyyəmiz olsun deyənə, mən də o səhnəyə yaxınlaşım, monologumu oradan deyim. Necə məsləhətdir? Bakı bulvarında gəzinti gəmisi var idi, indi bilmirəm var yoxdur. Bir gün boş oldum teatrda, neyniyim? Dedim əşi, bir çıxın mən bir Bakı bulvarına baxım. Siz təsəvvür eləyin, mən Bakı bulvarını görməmişəm. Yəni gəlirəm elə teatra girirəm, teatrdan da çıxıb evə gedirəm. Gəldim, bəli gəzdim, Bakı bulvarı nə gözəldir, bəh. İnsanlar geyinib, keçinib gəlirlər. Bakı bulvarında sevgililər, ər-arvad, nişanlılar, bəli, sair. Bir de gördüm ki, Bakı bulvarında üzü dənizə növbə dayanıb, insan növbəsi. Yaxınlaşdım sonuncu dayanan insana, qayıtdım ki, ay qardaş, burada nə növbə gözləyirsiniz?
Qardaş mənə qayıtdı ki, burada biz indi gəmi gələcək. Biz də bilet almışıq. Gəmiyə minəcəyik, gəmi bizi 1 saat aparacaq, dənizin içində gəzdirəcək. Biz dənizin içindən Bakının panoramına baxacağıq. İstəyirsən sən də bilet al, gəl. Dedim, çox maraqlıdır. Mən də bilet aldım, gəldim dayandı bu növbəyə. Bəli, gəmi gəldi. Gəmi gəldi. Hamı mindi gəmiyə, mən də onlarla mindim. Gəmi başladı sahildən uzaqlaşmağa. Getdi. Nə gözəldir Bakı. Dənizin panoraması nə gözəl görünür. Bir də gördüm ki, necəsə bir kişi başladı qışqırmağa gəminin içindəki. Ay cəmaat, mənim uşağım düşüb suya boğulur. Kiminsə o kişinin uşağı, balaca bir 7-8 yaşında qız uşağı düşüb suya boğulur. Ay cəmaat, mən üzə bilmirəm. Kim mənim balamı xilas eləsə, ömürlük mənim dostum olacaq. Ay cəmaat, xilas eləyin mənim uşağımı. Gördü gəmidə heç kimdən səs çıxmır. Dedi, ay cəmaat, mən devlətli adamam. Kim mənim balamı xilas eləsə, mən sahilə çatandan sonra onu aparacağım evimə. Ona 10.000 manat pul verəcəyəm. Gördü yenə səs çıxmır. Dedi, ay cəmaat, kim mənim balamı xilas eləsə, ona 50.000 manat pul verəcəyəm. Gördü ki, bir yaşlı, qoca bir kişi geyimindən görünür ki, kasıb bir adamdır. Suyun içində çapalayır. Bunu çəkdilər, çıxartdılar. Uşağı çəkdilər, çıxartdılar. Bu devlətli uşağın atası yaxınlaşdı kişiyə. Kişini indi uzadıblar gəminin ortasında hava verirlər. Qayıtdı ki, ay kişi, sən mənim balamı xilas eləmək üçün suya tullandı bu soyuqda. Sən mənim ömürlük ağsaqqalım olursan. Gedirik buradan bizə. Cip makinim dayanıb. Gedirik bizə. Çıxardıram sənə 50.000 manat pul verirəm. Ömürlük də ağsaqqalımsan. Kişi taqətsiz halda başını yerdən qaldırdı ki, "Ana, sənin pulların başına değsin. De görün məni suya kim itələdi." Bir daha bayramınız mübarək olsun. İndi də söz verilir Respublikanın xalq artisti Fidan Hacıyevaya. Çox sağ olun, təşəkkürümü bildirəm ki, bugün belə gözəl gündə məni də dəvət etmişsiniz. Neçə il bundan öncə yadıma gəlir ki, mən də kinoklubun qonağı idim və bizim gözəl rejissorumuz Etibar Babayev dəvət etmişdi məni də və orada çox gözəl bir səhnə qurmuşlar. Mən karımını ifa edirdim və bizim gözəl rəqqasımız Tahir Eynullayev, bəli, o mənim partnyorum idi, Xozanı ifa edirdi və biz bir neçə gün hazırlaşdıq, rəqs qurduq. Ancaq ki, elə oldu ki, rəqs zamanı çəkiliş gedirdi. Etibar Babayev, Telman Adıgözalova nəsə dedi qulağına. Bir də gördüm ki, Telman müəllim də girdi bu səhnəyə. Yadınıza gəldi sonra xanım. Karmanın yanında həm toreador var idi, həm də Xoze var idi. Və Telman Adıgözalov çox qısqanc bir toreador oynayırdı. Gerçekten çox gözəl xatirələr var. Və yenə də bayramımızı təbrik edirəm və təşəkkürümü bildirəm ki, bugün məni dəvət etmişsiniz. Çox sağ olun. Ridere
Bəzənir şəhərim yenə də. Bayram var, şənlik var hər evdə. Saatlar 12, birlikdə deyirik xoş gəlib yeni il bizə. Hər yerdə işıqlar al-əlvan, parlasın səmamız hər zaman. Dolaşaq el-ələ firavan, möcüzə yaradır yeni il. Yeni il gəlir, ürəklərə sevinç gəlir. Yeni il gəlir, bizə xoş günlər gətirir. Yeni il gəlir, arzular çiçəklənir. Yeni il gəlir, yeni günlər gətirir. Yeni il gəlir, ürəklərə sevinç gəlir. Yeni il gəlir, bizə xoş günlər gətirir. Yeni il gəlir, arzular çiçəklənir. Yeni il gəlir, yeni günlər gətirir. Hər yerdə işıqlar al-əlvan, parlasın səmamız hər zaman. Dolaşaq el-ələ firavan, möcüzə yaradır yeni il. Yeni il gəlir, ürəklərə sevinç gəlir. Yeni il gəlir, bizə xoş günlər gətirir. Yeni il gəlir, arzular çiçəklənir. Yeni il gəlir, yeni günlər gətirir. Yeni il gəlir, ürəklərə sevinç gəlir. Yeni il gəlir, bizə xoş günlər gətirir. Yeni il gəlir, arzular çiçəklənir. Yeni il gəlir, yeni günlər gətirir. Xoş günlər gətirir. Azərbaycanın əməkdar artisti Suğra Bağırzadə. Yeni il bayramı uşaqlıqdan bizim ən sevimli bayramımız idi. Artıq 2-ci sinifdən mən Pionerlər Evinin xor dərnəyinin üzvü idim. Və biz də Yolka bayramını həmişə gözləyirdik. Çünki Yolka bayramında biz orada deməli oxuyurduq, oynayırduq və şənliyin axırında bizə hamısı Yolka hədiyyəsi verirdilər. Biz elə gözləyirdik bu hədiyyələri ki, elə bil ki, dünyada ən dadlı şey bax o Yolka padarkasının içində olur. Özü də ki, hər şeydən çox mandarindən xoşumuz gəlirdi ki, yəni onun içində mandarin olacaq, biz də yeyəcəkdik. Mən də həmişə elə ki, qutarırdı bu şənlik, axırında mənə onu verirdilər. Çox sağ ol əzizim. Özü də ki, mən onu heç vaxt tək yemirdim. Çox sevinirdim ki, mən o hədiyyəni gətirim evə, anamla, bacılarımla, hamı da ailənlə oturaq. Mən də belə açırdım, elə bir ki, nəsə böyük bir şey gətirmişəm evə, onlar hamısını yeyirdilər. Mənim həyatımda belə 2 dəfə qeyri-adi Yolka bayramı olub, Yeni il bayramı. O da ki, bir dəfə Singapura getmişdim. Singapurda da qışı yoxdu axı. Elə düşmüşdü ki, biz belə qət elədik ki, yeni ili Singapurda keçirək. Saat 12 oldu, hamı qışqırır, nəsə eləyir. Mən də belə baxıram. Sonra götürdülər o süni qarı havaya buraxdılar. Orada da ki, kimyavi birləşmədə ki, gördüm bura zalı bir iyi götürüb ki, dedim yox, mən belə yolkanı istəmirəm. Bax, bir o yolka yadımdadır. Bir də ki, Floristlər Şurası ilə biz Baltikayanı ölkələrə getmişdik və onlar bizə görə deməli yolkanı
təzə tər güllərlə bəzəmişdilər. O qədər gözəl idi ki, biz özümüz qışın günündə yolkanın üstündə təsəvvür edin, o canlı güllər nə qədər gözəl görsənirdi. Ayqus, istəyirsən sən üçün bazar bağlayım. İstəyirsən sən üçün texnik başlayım. Almanı nə edirsən, bir yeşik almanı göndərərəm evə. Bilirsiniz, bu yeni ildən yolkadan danışdı, nətər deyirlər. Amma bilirsiniz, bizim aktyorlarımız da Şaxta Baba oynamağa gedirdi axı. Məsələn, bizim gözəl aktyorumuz Eldəniz Zeynalov o vaxtı Kukla Teatrında Şaxta Baba oynayırdı. Bu da deyir, mən Şaxta Baba oynayıram. Saqqal zastılan bir şey. Mən gördüm, 2 dənə uşaq orada bir-birinə danışır ki, gəl fırlana, uşaqların biri deyir ki, sən Şaxta Babanı dilə tut, mən spiçka ilə onu atıb saqqalını yandırım. Deyirdim, mən də titriyirəm ki, bu dəqiqində nəsə başıma bir iş gələcək. Hələ obri gəldi ki, Şaxta Baba, mən sənə sual vermək istəyirəm, görəm obri yaxınlaşır, kibriti çıxardı. Kibriti çıxardı, birdən qediyim, köpək oğlu deyəndə ki, ay ana, Şaxta Baba söyür. İndi isə böyük məmnuniyyətlə mənim üçün əziz olan Hüsniyyə xanıma mən söz verəcəyəm Respublika əməkdar artistinə. O da qoy öz başına gələn hadisələrdən söhbət eləsin də. Buyur. Çox təşəkkür edirəm İlham müəllim. Mənim də taleyimə yazılıb ki, mən ana kanalımızda həmişə bayram proqramlarına məni dəvət edirdi. Tariyel müəllim Vəliyev, Məhərrəm müəllim Bədirzadə. Onlar çəkirdilər yeni il verişləri, Novruz verişləri. Həmişə dəvət edirdilər məni. Mən də sevə-sevə gəlirdim. Sizinlə yadınızdadır İlham müəllim, biz çox çəkilmişik yeni il proqramlarına. Aklıma bir sakitleşti. Baba, bəs nə mən dözdüm. Qatışdıram dünyanı bir-birinə. Stolu da çevirərəm ha. Yaxşı qotasını alın. Əsəbləş. Sakit ol. Və bir dəfə də çəkilirdik, Tariyel müəllim çəkirdi. Məni Qarqız kimi dəvət eləmişdi. Yəni yeni il proqramında da Qarqız mən olacaqdım. Və biz çox oldu səhnələrimiz. Çingiz Əhmədov da Şaxta Babanı oynayırdı. Başqa-başqa məkanlarda bir aya qədər biz çəkildik ona. Və sonuncu səhnəni məhz hökumət evinin qarşısında. Niyə? Çünki orada maşın sürəcəm. Mən maşın sürməliyəm, Şaxta Babanı qaçırtmalıyam. Əlini qolunu bağlamalıyam, arxada oturmalıdır, mən maşın sürməliyəm. Mən də maşın sürə bilmirdim. Ümumiyyətlə maşından qorxurdum. Tariyel müəllim, Allah rəhmət eləsin, deyir ki, niyə qızım, burada heç nə yoxdur. Bax, xodlamışıq maşını. Sən bir dənə ayağı belə qaza qoyacaqsan, maşın yavaş-yavaş gedəcək. Deyirəm, yox, Tariyel müəllim, mən avariya eləyəcəm. Tariyel müəllim, mən kimisə vuram. Deyir ki, ay bala, axşam vaxtı, gecə saat 1-dir, heç kəs yoxdur. Bomboşdur bura, bu boyda yolda. Deyirəm, yox, Tariyel müəllim, mən qorxuram. İstəyirka tutub məni, qorxuram. Deyirəm, məni öldürsəz də, mən maşın sürməyəcəm. Mən oturacam burada. Necə çəkirsiniz, çəkin, bilmirəm. Bunlar da qərar verdilər ki, mən oturdum, arxadan maşını itələdi Tariyel müəllim. Tək, təsəvvür edirsiniz. Çingiz müəllim maşında, mən maşında, operator da qabaqdan çəkirdi. Bu məzəli hadisə mənim yaddaşıma həkk olunub ki, çünki mən Tariyel müəllimi orada demək olar ki, əziyyət vermişəm. Və dünya Azərbaycanlılarını, hamınızı yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Arzularımız Çin olsun, daima rifah içində fərəhli yaşayaq, sevək, sevilək, ruzumuz bol olsun. Hamının balaları xoşbəxt böyüsün, müharibəsiz, sülh içində təkcə öz ölkəmizə yox, bütün dünyaya sülh arzulayıram. Sağ olun. Təxminən 5-6 yaşım vardı. Uşaq bağçasında Pınar ağacı bəzədilmişdi, Şaxta Baba gəlmişdi, hamıya hədiyyə paylayırdı. Mənim qabağımda gəldi, dayandı, hədiyyəni verəndə mən almadım. Mən bu uşaq yarası indiyə qədər mənim hafizəmdə qalır. Dedi, qızım götür də bu hədiyyəni. Dedim, yox. Dedi, niyə? Dedim, mən sənə inanmıram. O vaxtda dedin, hər şey olacaq, arzuların həyata keçəcək. Yox, inanmıram. Dedi ki, bax, bu hədiyyəni sənə verirəm. Sən niyyət elə, arzu tut. Sabah, birisi gün arzun həyata keçəcək. O Şaxta Baba məni elə inandırdı ki, dedim, arzu tutdum. Dedi, nə? Dedim ki, anamla atam barışsınlar, sabah gəlsinlər mənim yanıma. Onda bu hədiyyəni yeyərsən, dedim ki, hə.
İnanırsınız 2-3 gündən sonra təxminən anamla atam gəldilər, barışdılar. Gəldilər. Mənə əlifba kitabı gətirmişdi Mətanət. Bir dənə də atam mənə balaca uşaq piyanosu almışdı. O qədər, sonra biz əl-ələ tutduq, heç yadımdan çıxmaz. Nə qədər gəzdik. Mən o vaxt dünyanın ən xoşbəxt uşağı idim. Və o vaxtdan mən şaxta babalara inanmağa başladım. Yeni il arzularına inanmağa başladım. Mən arzu edirəm ki, bizim balalarımız nə niyyət eləyirlər, nə arzulayırlar. Yeni ildə həyata keçsin. The Lord said, go down, Moses, way down in Egypt land, tell Pharaoh, let my people go. Sözü verirəm, hal-hazırda mənlə bir serialda çəkilən Mətanət Atakişiyevə. Çox sağ olun Həmidə xanım. Siz bəni biraz duyğulandırdınız. Və mən çox sevinirəm ki, bugün mən öz sənət yoldaşlarımla yeni ili məhz kino klubda qarşılayıram. Elçin Əfəndiyevin Shakespeare əsəri qış vaxtı dekabrda hazırlanırdı. 10 il bundan öncənin söhbətidir. Həmin ildə yəqin yadınızdadır, dəhşətli qar yağırdı. Çox pis gəlmişdi qış. Yeni ildə ərəfəsində məşqlərimizi elədik və ilk tamaşamızda mən Sara Bernard oynayıram. Orada mənə uzun don tikilmişdi. Üstündən də cupurdan belə əba tikilmişdi. Saçlarım da belə qoymuşlar sarı parik, belə uzun. Tamaşa başlayanda da deməli səhnənin önündə böyük bir hovuz var düzəltmişlər, içi dolu su ilə. İçinə də belə ağaclar atmışlar və üstünə də belə tramplin kimi taxta qoyulmuşdu. Mən qaça-qaça gəlirdim, çıxırdım onun üstünə və monoloqum, böyük bir monoloqum var idi. Deməli mən qaça-qaça gəlib o taxtanın üstünə çıxanda taxta qalxdı, mən düz getdim suyun içinə. Elə tamaşanın ilk dəqiqələridir, mən düşdüm suyun içinə. Bircə onu hiss elədim ki, öndə oturanlardan biri "Au" belə səs çıxdı. Mən qaldım suyun içində, bir anlıq təzəcə başlayıb tamaşa, 2 dəqiqədir başlayıb. Mənim də böyük monoloqum var və başrolda bütün tamaşa boyu mən səhnədə olmalıyam. Düşündüm mən neyniyim? Suyun içindəyəm. Dedim yox, oynayacağam. Təzədən özümü sındırmadan qalxdım ayağa. Elə monoloqumu deyirəm, sular da tökülür beləsinə axır. Çıxdım hovuzun içindən, səhnədə gəzirəm, sular belə balağımdan tökülür, paltarımdan, saçımdan. Oynayıram. Deməli səhnə ortasında da bir kreslo qoymuşlar, yellənən kreslolarda. Mən otururdum orada özüm üçün. Oturdum. Amma sözümü deyirəm, ayaqqabılarımı çıxartdım, suyunu tökdüm, təzədən geydim, balaqlarımı sıxıram. Özümü o yerə də qoymuram, oynayıram tamaşamı. Deməli birinci hissə, amma hiss edirəm ki, o qədər həyecanlanıb hamısı ki, bütün texniki heyət, bizi geyindirən, əlbəsələrimizi geyindirənlər, grimyor, hamısı əllərində hiss edirəm, fen, ütü dayanıblar da, gözləyirlər ki, mən səhnədən çıxım, mənim libasımı çıxarsınlar, qurulasınlar. Səhnədən çıxanda, indi özüm hiss edirəm ki, həm də ayağım orada əzilmişdi, onda hiss elədim ki, ayağım da əzilib. Əsəbi halda çıxanda ki, yəni bunu yaxşı bərkitmək lazım idi ki, mən bunun üstünə çıxıram. Əsəbi çıxanda bizim aktyorlarda bu yeni il ərəfəsi qar yağıb dəhşət. Belə qabağımda gəl, belə tullan deyən, qayət ki, bayramı yeni ilin mübarək, qar qız. Mən də suyun belə tökülür deyən, baxıram onun üstünə onun. Qayət dedi ki, su aydınlıqdır. İndi bunlar mənə istəyirlər ki, vəziyyətdən çıxarsınlar, bilirlər ki, əsəbiyəm. Su aydınlıqdır mənə deyir. Sən yeni ilə pak, gör Allahın necə sevimli bəndəsisən ki, yeni ilə pak gedirsən, əynin təmiz, özün təmiz, pak qədəmlərlə gedirsən, yeni ilin uğurlu olsun. O mənim yaddaşıma, indi hər dəfə yeni il gələndə deyirəm ki, Allah bir macəra olmasın, bir hadisə baş verməsin. Şükür Allaha ki, yaxşı qutarmışam. Davam edib Kinoklub. Bayaq da doğrudan gözəl lətifələr dedilər. İcazənizlə birini də mən deyim. Deməli, yeni il ərəfəsində bir kişi gəlir psixiatrın yanına ki, mən depressiyadayım. Depressiyada deyir, ağa sənə nə olub depressiya olmuşsan? Deyir, keçmiş arvadımla indiki arvadım görüşdülər, vuruşdular,
döydülər bir-birini, sonra da barışdılar. Həkim deyir, lap yaxşıdır, indi çıx götür, rahatçılıq. Yox, elə deyir. İndi keçmiş arvadımla, indiki arvadım getdilər mənim gələcək arvadımı döyməyə. İndi icazə versəydiniz, Nəcibə xanım gəlib, buradadır. Mən istərdim ki, Nəcibə xanıma söz verim. 30 il öncə mən Azərbaycan televiziyasında müxbir kimi fəaliyyətə başlayanda bu veriliş yeni efirə gedirdi. Rəhmətlik Əhməd Aşurbəyli onda kinoproqram redaksiyasının rəhbəri idi, ssenari müəllifi idi və öz ətrafına çox yaradıcı, perspektivli gəncləri yığmışdı. Bugün mən həmin atmosferi burada gördüm və çox gözəldir ki, Kinoklub verilişi yenidən bərpa olunub. İnanıram ki, Kinoklub öz sələfinin yolunu davam etdirəcək və uğurlara imza atacaq. Xatirə söyləmişkən, əslində insan həyatının yaşanan hər bir dəqiqəsi bir neçə saniyədən sonra xatirədir və bugün bu çəkiliş zamanı, çəkilişdən öncə yaşadıqlarımız artıq bir tarixdir, bir xatirədir. Amma bugün burada baş verənləri mən danışmayacağam. Bu da mənim üçün artıq xatirədir və söz verirəm ki, 2026-cı ilin sonunda bayram verilişində mən o xatirələri tamaşaçılarla bölüşəcəyəm. Hər kəsə uğurlar. Kinoklubumuzun sevimli aktyoru Natiq Fərzəliyev. Çox sağ olun. Mən də qonşudan qalma dala keçim ora, burada deyəcəm sözüm. Günlərin bir günü serialımız var idi, Bizim Jek adında. Mən teatrdan çıxıb tələsik gedirəm seriala çəkilişə. Amma senarini götürməmişəm, bilmirəm, xəbərim yoxdur işədən. Mən də Jekin müdürünü oynayıram. Gəldim tələsik həmən yerə, məkana, keçdim, oturdum kabinetimdə, belə işçilərim hamısı düzülüb. Bizim əzizimiz Cəfər müəllim. Cəfər müəllim, bu da mən də elə bilirəm, senarini deyirəm, oxumamışam. Elə bilirəm ki, yoxlamadır. Papqa qoltuğunda gəlib içəri girir, qapını açdı, girdi içəri. İçəri girdi, hamı durdu ayağa. Mən də durdum ayağa. Dedi, sən niyə durmursan? Dedim, durmuşam da. Dedi, sən durmuşun budur. Yadındadır. Hə, bir dəfə tədbirə gedirik. Məni dəvət edirlər, hansısa bir tədbirdə, elə yeni ilə bağlı. Getdim, mən də gecikmişəm və Şaxta Babada hazırlaşır, ancaq saqqalını, qeyrimi tağır, bu da gecikib. Tədbir başlayıb, tədbirin ortasında necə eləyək ki, girək hadisələrin içinə. Bu dedi ki, neyniyək, gəl ələ verək, birbaşa girək zala da. Girdik içəri, dedi, hey, gəlmişəm dağlardan, dərələrdən, mən Şaxta Babayam, bu da Şaxta Nəvə. Salam verəkin. Siz hardasınız? Gəlin çıxın da. Nə qədər olar? Film yanındaydı. Gəlin qol çəkin bura, müqaviləyə, tez olun. Bilirsiniz, bir əngəl çıxıb. Nə əngəl? Filə nəsə olub? Yok o filə bir şey olmuyor. Maşallah olsun fil kimidir. Ama keçmir de, keçmir. Hara keçmir? Keçmir de deyiləm də. Hara keçmir? Darvazadan keçmir. İçəri? Yox, sizə doğru keçməsin. İndi də Nahidə xanım Orucova, Respublikanın əməkdar artisti. Bayaqdan oturmuşsan, nəsə sözlü adam oxşuyursan. İlham müəllim, çox sağ olun. Bizim professor, biz həmkarıq, bir teatrda işləyirik çiyin-çiyinə. Nə xoş mənə. Baxın, mənim qarşımda elə şəkillər var, elə sənətkarların şəkilləri var ki, bu bütün şəkillər müxtəlif gündə çəkilən, kinoklubun çəkilən verilişlərindən biri, hər bir şəkil birindəndir. Və mənim yadıma düşür, Allah rəhmət eləsin qəni Etibar Babayeva. Biz yadınızdadırsa 2010 vaxtı kinoklubda olub. Yadınızdadırsa biz müxtəlif məkanlarda çəkirdik kinoklubu. Və bir dəfə bir çəkiliş bizdə düşüb, deməli, atçılıq klubunda. Və o qədər maraqlıydı ki, biz qıraqdan qırağa biz onu deyə bilmədik, çünki orada heç vaxt olmamışıq. Və o çəkiliş zamanı biz o atçılıq klubuna gələndə hamı, aktyorlar, müğənnilər, kim var idi, bax kimin yadındadır, hamımız cümdü o atların üstündə, orada balaca hatta ponilər var idi. Onların üstünə, nə bilim, hamımızın başı qarışdı, bizim yadımızdan çıxıb ki, sən demir, biz çəkilişdəyik yaxı. Yazıq Etibar, Allah rəhmət eləsin, gəldi dedi, ay uşaqlar, axı biz çəkiliş eləməliyik, hava qaralır, gəlin çəkilişimizi qutaraq, sonra bu atlardan oynayarsınız da.
klubumuzda ilk dəfə iştirak edən Zaur Əmiraslan. Çok sağ olun, teşekkür ederim. Ben de burada olmağımdan çok şadam, xoşbəxtəm. Ana televiziyanın en güzel verilişinde olmaq, uşaqlıqdan böyüdüyümüz bu gözəl verilişdə olmaq mənim üçün də qürurdur, şərəfdir. Və Həmidə xanım, sizə etiraf etmək istəyirəm ki, retro verilişi hər şənbə günü sevərək gözləyirdik, baxırdıq və mənim sizə xüsusi sevgim və simpatiyam var. Yəni, bu platonik bir sevgidir. Allah sizə can sağlığı versin. Həmişə belə gözəl olasınız. Həmişə belə gözəl və belə sambalı insanlar bizim cəmiyyətimizə lazımdır. Neçə saatdır telefondan uzağam. Çox xoşbəxtəm. Çox sevinirəm ki, qayıtdım o keyfiyyətli illərə və bir əhvalatı danışım ki, retro verilişi hər şənbə günü olanda biz oturub sevə-sevə baxırdıq. Əvvəl elə bilirdik ki, sizi məcburuq dinləməyə ki, filmə baxaq. Amma siz sonra o qədər gözəl, cazibədar danışdınız və o filmi çatdırdınız ki, günlərin bir günü ən maraqlı filmlərdən biri idi. Danışdınız. Bitəndə sizin danışdığınız ki, filmə keçid alaq, işıqlar söndürdü. O belə bir hadisə olmuş. Çox sağ olun. Təşəkkür ederim. Tüstüsü kaldı, saçımda elimin dumarı kaldı, ovcumda elimin istisi kaldı. Məni aldı senden, gitti bu kadar, göyde birce avuç tüstüsü kaldı, saçımda elimin dumarı kaldı, ovcumda elinin istisi kaldı. Bakma, o qatarın dalınca bakma, gözlerini yorunca bakma, bakma. Uzaktan yakından geçer bu qatar, geceler yuxumdan geçer bu qatar. Gülsen gülüşünü doğrayar biçer, ah çeksen ahından geçer bu qatar. Bakma, o qatarın dalınca bakma, gözlerini yorunca bakma, qatarın dalınca bakma, gözlerini yorunca bakma, bakma. Ümumiyyətlə, yeni ildə Şaxta Baba mövzusu çox maraqlıdır. Deməli, bir gün də Şaxta Baba gəlir, evə gəlir. Uşaqlar da evdə hamısı edir.
Mənim balalarım, mən sizə nə ürək istəyir gətirim. Bunu deyən kimi evdəki böyük oğlan bir təpi vurur Şaxta babaya. Şaxta baba deyir ki, bala, mənə təpi niyə vurdun? Deyir, baba, bu keçən ilki üçündür ya, bilgin ana. O vaxtda yalancı olmuşsa mənim üçün. İndi yox, indi Sevinç Əliyeva əməkdar artistə söz verək, görə onun başına belə hadisələr gəlib, yoxsa yox. Günlərin bir günündə Azərbaycan televiziyasından mənə zəng gəldi ki, bəs sən qar qız olacaqsan obrazında səhər proqramı var idi, orada iştirak edəcəksən. Dedim, hə, gəlim, amma paltar sexinə gəl, bir gün qabaqcadan paltar seçkinən. Gəldim paltar sexindən, elə bir ki, paltar seçəndə qar qızı, paltar uzun gəldi. Dedim, bəs niyə görə uzundur? Axı, qar qız paltarları qısa olmalıdır axı. Yəni ki, mən özümün varımdır da, yəni ki, iştirak edirəm. Özüm üçün də tikdirmişim və indiyə nə qədər qalıb. Və paltar dedilər ki, burada uzundur. Bütün paltarlar uzundur. Dedim, yaxşı da, uzundur da. Qar qız axı uzun paltarda iştirak eləmir, amma çox gözəl. Başının tacına qədər, ürpəyinə qədər, nəysə. Çıxdım. Ayın 30'u idi, biz iştirak elədik səhər proqramında. Aparıcılığı mən elədim Şaxta baba ilə birgə, çünki bizə əvvəlcədən ssenari verilmiş ki, siz aparacaqsınız. Axşamdan öyrəndim, gəldim, dedim, heç mənə baxmaq da lazımdır. Bir dəfə baxdım, mənə yaddaşım çox gözəldir. O dəqiqə qalır yadımda. Nəysə, gəldim elə bir ki, iştirak elədim, dedilər ki, ssenariyə də bax da, arada bax da. Dedim, axı ehtiyac yoxdur, deyir, bəlkə nəsə dəyişiklik olacaq. Dedim, yox, vallahi, heç nə. Nəsə desəz, məni oradan deyin, dodaqlarınızı tərpətsəz, mən biləcəm, nə demək istəyirsiniz. Nəsə, çağırdılar məni, dedilər ki, dəyişiklik olub, başqa müğənni gələcək ora. Dedim, hə, yaxşı. Onu da elan elədik. Şaxta baba, kim olsa yaxşıdır. Bax, bizim bu Yasin Qarayev. Ondan sonra oldum əsrin qar qızı. Yəni ki, daha tez-tez məni dəvət etdilər. Və kinokluba isə amma ilk dəfədir gəlirəm, belə deyim. Xoş gəlmişəm, necə deyəm. Kinoklubda ilk dəfə iştirak edən aktyorumuz Toğrul Rza. Mən də xoşbəxtəm ki, uşaqlıqdan bəri sevə-sevə izlədiyim verilişin bugün qonağıyam. Bir 15, bəlkə də 16 il bundan əvvəl başıma gəlmiş maraqlı bir əhvalatı danışım. Deməli bir gün bir tanışım mənə zəng edib deyir ki, Toğrul, bəs Şaxta baba işi var. Amma rus dilində aparmaq lazımdır məclisi. Mən də ona deyirəm ki, axı, mən heç vaxt rus dilində aparmamışam axı. Pis bilirəm rus dilini, zəif bilirəm də. Başa düşürəm, amma danışmağa çətinlik çəkirəm. Dedi ki, narahat olma, bir təhər elə çıx vəziyyətdən. Söz vermişəm. Həmin adamın xəstələndə bilməm nəsə olub, sən məni xilas eləməlisən bugün, əvəz eləməlisən. Neysə, bir iki nəfər Rus dram teatrında aktyor tanışlarım var. Zəng elədim onlara ki, bəs bəlkə siz gedəsiniz də, mən bacarmıram da. Nəyəsə, tərslikdən onların da işləri çıxmışdı həmin gün, Şaxta baba işləri çıxmışdı. Dedim, daha neyniyim da, başqa əlacım yoxdur. Açdım internetdən o vaxtları. Baxım görüm Şaxta baba nə deyir, rus dilində hansı sözləri deyir. Mən də əzbərliyim də onları. Baxdım onları, nəsə bir təhər əzbərlədim. Bu məclis də şəhərin mərkəzindəki restoranların birindədir. İndi məclisə girirəm, görürəm ki, bu məclisdəki qapını açan kimi gördüm ki, bunlar hamısı rus dilli adamlardır da. Nəyəsə, girdim rus dilində başladım nəsə əzbərlədiyim sözlərdən danışmağa. Danışıram, görürəm ki, yerdən replikalar gəlir ki, Şaxta baba deyəsən, Gürcüstandan gəlib bura. Nə bilim, Qafqazda, hansısa Qafqaz ölkəsindən gəlib. Mən də çox həyəcanlıyım, əsərləşirəm ki, ay Allah, bu nə işdir, mən düşmüşəm də. Deyirəm, neysə, uşaqlar salamlaşdım, elədim. Tez bilmirəm neyim də. Deyirəm, gəlin bir Şaxta baba ilə rəqs eləyək, rus dilində də, rəqs eləyək. Rəqsi ona görə eləyirəm ki, vaxt getsin, mən çox danışmayayım da. Neysə, rəqs elədik, sonra nəsə bir iki dənə də müəllimənin köməyi ilə bir oyun keçirdik. Müəllimə öz yaxınlaşdı və gördük, çətinlik çəkirəm. Axırda müəllimə mənə deyir ki, bəs uşaqların hədiyyəsi var, torbadadır. Hədiyyələrin üstündə uşaqların adları var. Adları var, bir elan eləyərsən, oxuyarsan, gəlib götürərlər hədiyyələrini. Amma deyir, yaddan çıxarma. Uşaqlara deyirən ki, hədiyyələrini burada açmasınlar, aparıb evdə açarlar. Mən də bir adlarını oxuyuram uşaqların, uşaqlar gəlirlər, hədiyyələrini götürürlər. İndi axırda bir adları sayıram, fikirləşirəm ki, bu artıq finişdir, az qalıb, artıq sondur. İndi sonda bir dənə uşaq
hədiyyənin üstündə ad oxudum. Gördüm ki, bir yana eynəkli uşaq, hardasa 4-5 yaşı olardı. Adını çəkdim, uşaq gəldi, hədiyyəsini götürdü. Götürən kimi də görəm ki, başları açmağa. Mən də, başları açmağa mən də saxladım ki, zdесь нет, доме. Əslində deməliyəm, doma. Mən də dedim, domi. Bu da gözünə döndüyüm, mənə nə desə yaxşı? Deyir, dominet, doma. Mən də dedim ki, bir dənə sən qalmışdın burada, mənə irad tutmayan səni, mənə irad tutdu. Yəni ki, ondan sonra tövbə edim ki, bundan sonra nə olur olsun, mən daha rus dilində tədbir aparmaram. Təbrik üçün söz verilir xalq artistimiz Cəfər Namiq Kavala. Çox sağ olun. Mən bütün həmkarlarımı, bu məclisdə olanları, hamısını bu yeni il münasibətinə təbrik edirəm. Sizə mən uzun ömür arzulayıram. Nə bilim, can sağlığı arzulayıram. Bu gözəl bayramdır, gözəl günlərdə təzə il başlayır. Bütün tamaşaçıları, bizə baxanları, baxmayanları hamısını təbrik edirəm, can sağlığı arzulayıram. Öpürəm hamınızı. Söz verilir xalq artisti Yasin Qarayeva. Mənim yadıma bir 18 il bundan qabaq olan bir hadisə düşür. Deməli, belə bir kinoklub çəkirik Cənub bölgəsində. Gecədir, axşam, açıq havada. Etibar müəllim dedi ki, çəkiliş başlayır. Mən gəldim, Həmidə xanımın yanından keçəndə gördüm ki, Almaz Mustafayeva vardı, aktrisa rəhmətli. Oyla söhbət edir. Deyir ki, Almaz, bu rayona gedəndə bizə qanarar yazırlar. Mən imkan vermədim ki, Almaz cavab versin. Dedim, bəli, neçə gündür çəkilirik? Həmidə xanım dedi, 4 gün. Dedim, 250 manatdan 1000 manat deyərəm yazarlar sana. İndi bundan sonra bizim çəkilişimiz var. Bu qızlar məni döyməlidir. Amma sözsüz. Deməli, bunlar döyürlər məni. Ayaqqabısını çıxardıb Həmidə xanım vurur başıma. 250 manat, al da 250 manat. 1000 manat deyirdin, al 1000 manat başımdan. Təbrik edirəm bütün insanları. İlan elini təhvil veririk. Yeni atili gəlir. Atdı, Muraddı, qadasını aldığım arvaddır. Təbrik edirəm hamınızı. Əzizlərim, Dünya Azərbaycanlılarının həmrəylik günü və təqvimin dəyişməsi münasibəti ilə sizi ürəkdən təbrik edirik. Təşəkkür edirik Nar Şərab restoranına, Karusel Dekor şirkətinin kollektivinə. Və bu gözəl məclisimizi idarə edən öz gözəl piyanosunda Vüqar Quliyeva dərin minnətdarlığımızı bildiririk. Yeni iliniz mübarək. ASTV Kinoklub, haber 1, Dubl 1.